Salam kanalımın izləyiciləri, sizi öz kanalımda salamlayıram. Kanalımın daimi izləyiciləri bilirlər ki, yəni xəbərdardırlar ki, mən çoxlu sifarişlər edirəm, özüm üçün və yaxud belə deyək, tanışlar üçün, müştərilər üçün sifarişlər verirəm və mən cashback servislərindən istifadə edirəm. Bundan əvvəlki videoların birində cashback servisi haqqında məlumat vermişdim. Bu cashback servisi isə başqadır. Bu Leti Shops cashback servisidir. Yəni belə deyək, burada ekranda gördüyünüz kimi 978 mağazin bu sistemə qoşulub. Cashback servisi haqqında ilk olaraq məlumat verin, bu nədir? Yəni ki, siz hər hansı bir onlayn mağazindən, sistemdə olan onlayn mağazinə ödəniş edirsiniz. Elədiyiniz məbləğin müəyyən bir faizi, yəni fiksirованный rəqəm deyil, yəni faizlə göstərilir. Sizin hesabınıza, elektron hesabınıza, elektron koşulkunuza geri qayıdır. Bunun üçün nə etmək lazımdır? Yəni qeydiyyatdan keçmək lazımdır. Səhifəyə daxil olandan sonra yuxarıda registrировать knopkası var. Sıxırsınız registrировать knopkasını. Bir neçə variant verir qeydiyyatdan keçmək üçün. Vkontakte, Mail.ru, Facebook, Odnoklassniki, Google və Yandex. İstədiyiniz birində akkauntunuz varsa, onlarla da qeydiyyatdan keçə bilərsiniz və yaxud da özünüz bir mailiniz varsa və o maildən də qeydiyyatdan keçə bilərsiniz. Mən hal-hazırda öz səhifəmə daxil oluram. Bu servisin baş səhifəsidir. Yəni burada məlumatlar göstərir. Yəni məlumatlar nədir? Özünüz haqqında məlumat, sizin balansınızda olan pul və gözlənilən pul haqqında məlumat və sizin belə deyək statuslar var. Bronz, Leti Silver, Leti Gold və Premium. Bu əsas məsələm isə Premiumdur. Təzə qeydiyyatdan keçən belə deyək istifadəçilər bir həftə ərzində, yəni bu nə deməkdir? Məsələn, adi halda cashback məsəl üçün 10%dirsə, məsəl üçün, yəni onun 30% eləyir 3, yəni bir həftə ərzində siz 10% yox, 13% cashback əldə edəcəksiniz. Daha başqa burada nə məlumatlar var, yəni mağazinlər var burada, indi onlar haqqında da sizə məlumat verəcəm. Yəni gördüyünüz kimi mağazinlər çoxdular. 700-dən çox, 750-dən çox mağazin var idi sistemdə və hərəsinin özünün faizləri var. Məsələn, burada qeyd olunub. Məsələn, burada Banggood 6%, AliExpress 7%, eBay 1.5 və s. Siz istədiyiniz mağazinləri izbranlı edərək, məsələn, qabağında belə bir işarə düşür. Məsələn, mağazinin üstünə seçirsiniz, hər hansı bir servisin üstünə və seçirsiniz. Ulduz işarəsinin üstünə klik edəcəksə, sadə ulduza çevrilir və bu sizdə izbranlı olur və həmişə istifadə edildiyinizi izbranlı etsəniz, sizə daha rahat olar, əlinizin altında olar. Keçən menyularına, menyularda nələr var? Məsəl üçün, Lichный kabinet. Lichный kabinet bu elə göstərdiyim kimi həmin bu səhifədir, yəni buradakı məlumatlardılar. Göründüyü kimi na balansiya var, yəni balansınızda hazır real yığılmış vəsait bu qədərdir. Ajidaniya da bu qədər, yəni ajidaniya demək ki, siz məhsul almışsınız və yaxud sizin referallar məhsul alıblar və onun gəlməyini gözləyirlər. Gəlib məhsulun onlara çatdıqlarını təsdiq edəndən sonra, müəyyən bir müddətdən sonra həmin məbləğ bu balansda olan məbləğin üstünə keçir. Zakaz и finansı bu elə dediyim kimi, yəni sifariş verilən məhsulları, mağazinləri göstərir. Məsəl üçün, ayın tarixində cashback gəlib sizə və nə qədərsə ajidaniyadır, yəni nə qədərsə gələcək. Bu menyu sifarişləriniz haqqındadır. Bu sredstv, yəni ki, sizdə hesabda vəsait kifayət qədər olduqda, burada limiti 500 rubuldur. 500 rubuldan yuxarı, 500 və 500 rubuldan yuxarı olanda siz balansınızda olan pulu elektron koşulkularınıza ata bilərsiniz. Приведи друга, bu dediyim kimi Leti Shop servisində də referal sistemi var. Yəni siz kimsə sistemə əlavə etsəz, onun belə deyək, əldə etdiyi cashback'ın 15%-ni sistem sizə ödəyəcək. İzbranlıya qeyd edədiyim kimi ən çox istifadə edədiyiniz mağazinlərlə, məndə hal-hazırda qeyd olunanlardılar. Yəni altında qeyd etdiyim kimi faizlərə qeyd olunub, hansı mağazindən nəsə alış-veriş etsə, nə qədər faiz sizin hesabınıza geri qayıdacaq. Leti kod uzuvlardan istifadə etməmişəm. Уведомление
Yəni sizin səhifənizdə baş verən bütün hadisələr, yəni kimsə qoşuldu, kimsə nəsə aldı, siz nə aldınız, ayın içərisində aldınız, nə qədər cashback gəldi, oradan bütün məlumatlar burada qeyd olunur. Podдержка bölməsində yəni siz sistemin texniki servisinə suallarınızı verə bilərsiniz. Yəni mən suallar vermişəm, belə deyək, 1 saat ərzində maksimum cavablandırıblar suallarımı. Nastroyka bölməsində kontakt, özünüz haqqında məlumatlardır, adınız, mailiniz, doğum tarixiniz, cinsiniz və telefon nömrəniz və istədiyiniz şəkildə əlavə edə bilərsiniz və ya şəkli yığışdıra bilərsiniz. İndi isə keçək əsas məsələ, yəni sistemdən istifadədə necə istifadə edirlər. Məsələn, bu alan səhifəyə qayıdırıq, siz açanda belə bir səhifə göstərəcək sizdə. Məsəl üçün seçək AliExpress-dən hansı bir və yaxud da Asos-dan məsəl üçün hansı bir sifariş vermək istəyirsiniz. Bu sizə uyğun mağazini seçirsiniz. Mən hazırda AliExpress mağazini seçirəm. Üstünə klik edirsiniz və belə bir səhifə açılır. Burada məlumat göstərir, AliExpress-dən gələn cashback haqqında məlumatlar göstərir və Pereytiv mağazin knopkasını sıxırsınız, göstərirəm. Bu knopkanı sıxırsınız və avtomatik sizdə kənarda belə bir səhifə açılır. Və bu səhifədən sonra AliExpress-in öz səhifəsi açılır. Və bu səhifə, bu sessiya daxilində, yəni belə deyək, hansı bir məhsulu əlavə səhifə açıb, əlavə AliExpress-ə girib məhsul aldıqsa, sizə cashback gəlməyəcək. Siz sistemdən girəndən sonra açılan səhifənin daxilində bütün əməliyyatlarınızı eləməlisiniz. Məsələn, seçirsiniz hər hansı bir məhsulu, girirsiniz korzinanıza, əvvəlcədən məsələn məhsul keçmişsiniz, atmışsınız korzinanıza, seçirsiniz həmin məhsulu və sifarişinizi verirsiniz. Məsələn, almışsınız bunu, zakazı etva produktsa knopkasını basırsınız. Bunu normal formada, adi formada sifarişinizi verirsiniz. Amma yenə də təkrar edirəm, sifarişinizi verərkən, yəni əlavə səhifə açmırsınız. Yalnız və yalnız Ledger Shops-dan daxil olduğunuz bu səhifədə bu knopkanı basaraq açılan pəncərədən avtomatik olaraq görürsünüz, saniyə obratna отчет gedir. Açılan pəncərədən sistem avtomatik sizi AliExpress səhifəsinə göndərir və bu sessiya daxilində, yəni bu səhifədən kənara çıxmamaq daxil şərti ilə bütün alış-verişinizi edirsiniz və ondan sizə cashbacklər hesablanır. Ledger Shops-dan belə deyək, cashback qazanmağın, əldə etməyin başqa bir variantı da var. Yəni siz səhifəyə Ledger Shops-un səhifəsinə daxil olmadan da bunu edə bilərsiniz. Məsələn, mən Chrome istifadə edirəm, Chrome üçün расширение var, belə bir şey. Ledger Shops gördüyünüz kimi bu CRR-dədir. Amma mağazinlərə girəndə avtomatik hansı mağazində hansı faizdirsə, sistem onu sizə göstərir. Məsəl üçün qeyd edək, məsələn, AliExpress səhifəsini açıram. Səhifəni açan kimi gördünüz, sistem oldu yaşıl və başladı fırlanmağa. Və sizə bu yaşıl olmağı, yaşıl yəni çevirməyə bizə məlumat verir ki, yəni siz bu hal-hazırda nəsə əməliyyat etsəz və yaxud nəsə alsaz, sizə cashback hesablanacaq. Bilmək istəyirsiniz ki, məsələn, həmin açdığınız dükanda cashback var, yaxud varsa da neçə faizdir. Üstünə klik edirsiniz, avtomatik göstərir həmin səhifə olan mağazin və orada cashbackin məbləği göstərirsə. Məsələn, daxil oluruq başqa bir mağazinə. Seçirik açdığımız mağazini, məsələn, Gearbest yazırıq. Axtarış verə bilərik. İndi mən axtarış vermirəm, çünki hazır burada var. Klik edirsiniz. Gördüyünüz kimi səhifəyə girmədən sistem özü sizə avtomatik olaraq bu səhifəyə yönəltdi və sizə bu momentdə də əməliyyat etdiyinizdə cashbackləriniz hesablanacaq. Gördüyünüz kimi, baxın, göstərir məbləğ, səhifənin adı, cashbackin faizi və avtomatik olaraq sistem yaşıl, cashbackin ikonkası yaşıl oldu. O deməkdir ki, yəni cashback hesablanır. Yəni bu o deməkdir ki, yəni siz səhifəni açmadan da, Ledger Shops səhifəsinə girmədən də, əgər bundan istifadə etsəz, əməliyyatlarınızı edə bilərsiniz. Məsəl üçün, daxil olub digər səhifəyə, məsələn, eBay. Sistem hansı səhifənin açıldığını görən kimi avtomatik onu tapır. Və nə qədər cashback hesablaması var, sizə məlumat verir. eBay 1.5%.
Hər bir səhifədən ödənişlər belə də standart formada aparılır. Cashback servisinin də belə də mənası, yəni həmin səhifəyə через bu sistem keçiddir. Sonrakı hissəsi standart olaraq elədiyiniz əməliyyatlar formasındadır. Belə bir qısa obzor, yəni kiminsə nəsə sualı varsa, videonun şərhlər bölməsində verə bilər.